Məsələsi elə keçən dəfə də çıxışlar elədik, bütün elə xalqımız. Yəni bu 3 gündür ki, biz bu cəmaatımızın, elimizin, obamızın, bu şəhidimizin dəfnindəki bu olan olaylar, hacı, bu euforiyadan hələ ayıra bilmirik. Orada xalqımız böyük xalqdır, gözəl xalqdır. Şəhidimizi belə böyük ehtiramla dəfn elədik. Yəni burada olan bu köhnə döyüşçülər hamısı Rəşadla bir yerdə döyüşüblər, bir yerdə qəhrəmanlıq göstəriblər. Rəşad da şəhid olub və ondan 23 nəfər bir yerdə şəhid olublar. Allah hamısına da. Allah rəhmət eləsin. Yəni bu axtarışlarımız da çox gözəl nəticə verdi. Rizvan Qasımov bizim bölük komandirimiz idi. Eyni zamanda da şəhid qardaşımız da. Qardaşımızdan bir gün sonra şəhid olub və axtarış qrupunda başında Rizvan Qasımov dayanır və bu axtarışın nəticəsində biz 6 nəfər dəfn eləmişik. Yəni bu 6-cıdır Rəşadət. Yəni yenə qeyd edirəm, Rəşadət Firiyev bir yerdə döyüşmüşük və çoxumuz da onun Laçında, Kəlbəcərdə, Murovdağda, sonra bir də Ağdamda, sonra yenidən Murovdağ istiqamətində yeni döyüşlərdə dəfələrlə hərbi əməklərin hamısı iştirak edir və 21 avqust 93-cü ildə ağır yaralanıb Ağdam istiqamətində və bizim təklifli tələbəmizə baxmayaraq hospitalda yarımçıq qaçıb bu adam. Çıxıb ön xəttə gəlir. Mən sənədlərə baxıram. Bircə dəfə o oktyabr ayı 93-də 5 gün otuzda olub. Vəssalam. O 2 il yarım bizim yanımızda olub. Onun olduğu müddət, demək 2 ilə qədər də 2 il. Məvcudda da olmuyor. Yəni deməyim odur ki, doğrudan da onun xarakteri də, onun döyüşlərə hazırlığı, həm döyüş hazırlığı baxımından, həm də mənəvi psixoloji durumu yüksək idi. Yəni var ki, oradan 50 tank gəlsəydi, o Grand Temelik burasıdır. Fikirləşməzdi ki, düşməndə gəlib döyüşməliyəm. Yəni o qədər hazırlıqlı idi psixoloji cəhətdə. Yəni hər tərəfli hazırlıqlı idi. İndi bu günləri o dağlara biz gedəndə, keçən Rizvanla da orada olduq, çoxu. Ora getsən başqa bir şey düşürsən də, apavya düşürsən. Orada hətta indi bu YouTube'da hamısı var. Mən sizə deyəcəm, Rizvanın o kəpənək məsələn Bəyək xanım da şeirində göstərdi, o kəpənək Arzu xanım. İndi o uzun məsələdir. Yəni Allah da elə bir hansısa bir əlamətini verir. Birini kəpənəyin vasitəsilə verir, birini başqa şeylə verir də bu tapıntıların. Yəni o elə bir orada ab-hava var ki, hər birindən böyük kitab yazmaq olar, hər bir şeydən. Yəni təsəvvür edin, 32 ildən sonra sən gedəsən ora. O Qızılqayanın ətrafında bu insanlar qəhrəmanlıq göstərib, fədakarlıq göstərib, düşmənin qarşısını çəkib və orada axıra qanla gəlir və əsgər şərəfi ilə şəhid olublar. İndi biz gedirik ora, o anı biz nətər keçiririk. 32 il bundan qabaq biz burada olmuşuq, bu dağlarda döyüşmüşük, indi yenidən qayıdırıq ora, indi şəhidimizi axtarırıq. Artıq torpaqlarımız azad olmuşdur. Yəni, yenə deyirəm, danışmaq həm çətindir, həm şərəflidir, amma doğrudan da adam bir söz danışanda digər o hadisələr adam gözünün qabağına gəlir. Ona görə də Allah qismət elədi, biz şəhidimizi elimizlə, obamızla bir dəfn elədik. Doğrudan da heç nətər deyim, Yenidaş kəndini bəlkə də bir 50 min adam var idi burada. Bu kəndin özü 24 şəhidi var. Onun ilə 4-ü bizim batalyonda şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli biz 3 gündür, 3-cü gün ki, şəhidimizi dəfn eləmişik. Heç biz Rizvanla 3 gün əlaqa saxlayamayız, çünki Rizvan qaçır ora bura daima. İş o qədər çoxdur. Yəni çatdırmaq da olmur da. Allah şəhidimizə rəhmət eləsin. İnşallah o bir şəhidlərimizə tapılsın. Onları dəfn edək. Yəni artıq gör illər keçir. 35 ildir. İnsan bir nəsil tam dəyişib, bir nəsil artıq yoxdur. Yəni Allah qismət elədi, biz bu günləri də gördük. Hacı Fəxri qardaşlıq qılmanla dəfn elədik. Yəni Vəli Hidayətlə dəfn elədik. Dadaşla dəfn elədik. Və Göyçayda ucalı dəfnlərimiz oldu. Rəşadət dəfn elədik. Mən nə deyirəm? 10 saat danışsaq da azdır. İndən belə bunların keçdi döyüşünə təyyaq olunacaq. Çünki bu döyüşçülər hamısının bir döyüş olub. Çətin İqlimli Rəşadət Murovdağda. Təsəvvür edin. Orada insan təbiətlə mübarizə var. Təbiətlə bir döyüşməlisən ki, bir sağ qalasan ki, ermənin üstə gedəsən də. Marozlar çoğunda yanvar, fevral ayı. Yəni böyük qəhrəmanlıqlar göstərir. Bu əsgərlərimiz hamısı, döyüşçülərimiz hamısı, xalqımız göstərir. Vallahi o illəri hamı xatırlayır, o çətin illəri, xaos illəri, qıtlıq illəri. Yəni o bizim nəsil o dövrü gördük, keçdik, gəldik. İndi bu günləri bəyək qeyd olundu. Ərazimiz tam bərpa olunub, suverenliyimiz bərpa olunub.
Azərbaycanda, Qarabağda deyək ki, muzeyə qoyulası bir erməni tapmaq mümkün deyil. Yəni onlar hamısı artıq yoxdur. Suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunur. Və əsas məsələ odur ki, indi ordumuz, xalqımız çox güclüdür. Şükür Allah'a. Vəhdətimiz güclüdür. Bax, bu günləri xalqımızın monolitliyi var. Yəni, Allah ali baş komandanımızı qorusun. Amin. Biz bir dənə döyüşü bir yüksəkdə biz aparmalıyıq. Amma təsəvvür edin ki, böyük bir ərazidə, 13.210 kvadrat ərazidə çoxlu dağlıq səsi, burada döyüş aparmaq və hər bir komandir birinci növbədə nəyə fikir ki, biz həmişə Rizvanla döyüş qərarı qəbul edəndə, rota səviyyəsində olanda, məsələn, biz müzakirə etdik ki, bunu nətir eləmək olar. Birinci məqsəd nədir? Az itki, minimum itki. Biz çox itki verənmərik. Onun nəticəsində olar ki. Amma gör indi, Ali Baş Komandan nələr fikirləşir ki, gör sahə bir dənə deyil, 100 şaxələmiş sahələrdir, hamısında qərar qəbul etmək lazımdır ki, o döyüşümüz uza bilək. Allah xalqımızı qorusun, prezidentimizi qorusun, ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə, qəhrəmanımız dayanıb. Allah uzun ömür versin, hamısına. İndi biz yaşlılarıq, siz gənc nəsil, Allah canını sağ eləsin. Və bir şey də qeyd edirəm ki, elə 3000 nəfər şəhidimizin valideynləri vaxtında döyüşmüş insanlar olub. Onlardan da bizim Cəfərov Çingiz şəhid atasıdır, bizim əskərimiz olub, indi şəhid atası sayılır. Həsənov Vüqar şəhid atasıdır, o vaxt döyüşçü olub. Oğlunun cəmi 3 aylıq idi, Pərvin Əzadı. 3 aylıq idi, Vüqar gəldi döyüşlərdə. Deyir ki, mən gedim Ruşağa dəyim gəlib. Amma biz bilmirdik, 27-dən sonra o zabit olacaq və qəhrəmanlıq göstərər şəhid olacaq. Yəni bizim xalqımız böyük xalqdır. Allah şəhidimizə, şəhidlərimizə rəhmət eləsin. Allah səbir versin.